İndi isə uşaqlar azotun oksidlərini keçək. Azotu, amoniakı keçdik. Azotun oksidləri və turşuları, bir də amonium duzları qaldı. Azotun oksidləri N2O, bunları keçmişik. Şənləndirici qaz, NO rəngsiz qaz, NO2 qonur rəng zəhərli qaz, bunlar qazlardır. Amma N2O3 maye, N2O5 isə bərk haldadır. Bunlardan ikisi duz əmələ gətirməyən oksiddir. Yerdə qalan oksidlər isə duz əmələ gətirən turşu oksidlərdir. Axı qeyri-metal oksidlərin hamısı duz əmələ gətirməyənlərdən başqa hamısı turşu oksidləri idi. Demək ki, bunlar turşu oksidlərdir. Ona görə turşu oksidlər daha geniş tətbiq sahəsi tapıb. Bunlardan onu deyə bilərik ki, N2-nin üzərinə O2 gələndə testə düşən reaksiyalar NO, azotun yanması yox, şimşək çaxma reaksiyası azotun oksidləşməsidir və endotermik reaksiyadır. NO-nu bilirik ki, oksigenlə reaksiyaya girir, özü adi şəraitdə. Rəngsiz qaz adi şəraitdə girərək qonurlaşır, qonur rəngli zəhərli qaza çevrilir. NO2 oksigenlə reaksiyaya girərək N2O5 əmələ gətirir, bərk oksid. Burada azot 5 valentli deyil, elə bilərsiniz birdən 5 valentlidir. N2O5 üstəgəl oksigen bundan artığı yoxdur deyə reaksiyaya girmir. Turşu oksidlərdir. Yəni su ilə reaksiyaya girib turşular əmələ gətirir. NO2 iki cür turşu əmələ gətirir. NO2 su ilə yadınızdadırsa oksidlərdə keçmişdik adi şəraitdə HNO3 və HNO2, yəni nitrat və nitrit turşular yaradır. Amma qızdıranda isə nitrat turşusu və duz əmələ gətirməyən NO oksidi yaradır. N2O3 nitrit turşusunun anhidrididir. Su ilə girəndə baxın nə alınır? H2N2O4 değil mi? O da ixtisar getsin. HNO2 nitrit turşusu alınır. N2O5 belə də yaza bilərik. Testlərdə belə verilmir. Testdə verilir NO2 və oksigen, bu ilə N2O5 deməkdir də. Axı burada yazdıq N2O5 deməkdir. NO2 üstəgəl oksigen üstəgəl su nə alınır? Baxın N2O5 üstəgəl suya bir dənə fikir verin. H2N2O6'dır mı? Yəni HNO3 alınır. Deməli NO2 üstəgəl oksigen üstəgəl su nə alınır? Bu N2O5 idi. Üstünə su gələndə HNO3 əmələ gəlir. Bu oksidlərindən olan reaksiyalar, sonra oksidləri turşu oksidləri olduğuna görə və duz əmələ gətirməyən oksidlər olduğuna görə turşularla, turşu oksidlərindən reaksiyaya girmirlər. Yəni istəyirsiniz N2O-nu yazaq, istəyirsiniz NO-nu yazaq, duz əmələ gətirməyən oksidlər nə əsaslarla reaksiyaya girmirlər, nə turşularla reaksiyaya girmirlər. Nə də ki, bunlar heç bir duzla reaksiyaya girmir. Amma turşu oksidlərinin tətbiq sahələri var idi. Su ilə girib dediyi turşular əmələ gətirir, bayaq yazdıq. Sonra turşu oksidləri əsaslarla reaksiyaya girir. NO2 su ilə necə ki, iki cür turşu əmələ gətirirdi. HNO3 və HNO2 adi şəraitdə elə alınır da. Amma qızdırılanda HNO3 və NO. Adi şəraitdə necə ki, iki cür turşu əmələ gətirir, iki cür də bundan duz əmələ gətirir. HNO3-ün duzu, HNO2-nin duzu. Yəni kalium NO3 duzu və kalium NO2 duzu üstlərinə gələk su olacaq. Və yaxud N2O5 üstəgəl kalium OH. Deyirəm ki, bu N2O5 su ilə girəndə HNO3 yaradır. Deməli, kalium da HNO3 ilə birləşəndə kaliumun nitrat duzu yaranar da. Kalium NO3 üstəgəl su əmələ gətirər. Yəni, oksidlərindən düşə biləcək reaksiyalar nələr var, hamısını yazdım. Oksidlərindən çox da reaksiya düşmür. Elə qəbul sınaqları bu şəkildə. İndi keçək nitrat turşusunun duzlarına. Hələ nitrat turşusuna yox, nitrat turşusunun duzları. Nitrat turşusunun bütün duzları, nə duz görürsünüz? Aktivin, orta aktivin, pasivin dəxli yoxdur da. Nitrat turşusunun bütün duzları suda yaxşı həll olur. Yəni, bunların çöküntüləri olmur. Əzbər biləsiniz. Bəs nitrat turşusunun duzlarını bildik ki, HNO3-də bütün duzlar suda yaxşı həll olur. Bəs nitrat turşusunun duzları parçalananda nə əmələ gəlir? Keçmişi bir də deyirik. Aktiv metalların nitratları parçalananda litiumunkindən başqa nitrit duzu üstəgəl oksigen qazanılır. Ag və Hc, civə və gümüşün nitratı parçalandıqda metalın özü, keçili bax bunlar, bax metalın özü, üstəgəl qonur rəngli zəhərli qaz NO2 və oksigen alınır.
Amma litium və digər metallar, məsələn, mis olsun, maqnezium, dəmir, xrom, alüminium nə yazırıq yazaq da, digər qalan bütün metalların nitratları parçalananda metal neçə valentlidirsə ona uyğun olan oksidi, qonur rəngli zəhərli qaz və oksigen alınır. Hətta deyilmişdi ki, bütün metalların nitratı parçalananda oksigen alınsa da, yalnız laboratoriyada aktiv metalların, nitratların parçalamaqla oksigen alınır. Çünki bunlar səmərəli üsul deyil. Havaya qonur rəngli zəhərli qaz çıxır ki, bu da bununla reaksiya girəndə N2O5-ə çevrilir. Yəni oksigenin alınması aktiv metalların, nitratların parçalanmaqlandır. Bu metalların, nitrat duzlarının parçalanması. Həmçinin amoniumun nitratının da parçalanmasını keçmişik, nitritinin də. Amonium nitrit keçən demişik ki, azot və 2 mol su alınır. Amoniumun nitratı parçalananda nə alınır? Azotun yanına bir dənə oksigen yazacaq. N2O və su əmələ gələcək. Bu da nitrat turşusunun duzları haqqında. İndi amonium iyonu haqqında məlumat verək. Amonium iyonu. Amonium NH4 müsbət yazılır. Diqqətlə baxın, NH4 müsbət. Bunun adı amonium iyondur. Azot buradan görünür 4 valentlidir. Amma azotla hidrogen yanaşı gələndə azot -3-dür. Lap heç deyək ki, bilmirik. Hidrogen müsbət 1-dir. Müsbət 3 üstə gəl 1. Müsbət 4 üstə gəl 1. Müsbət 3 əksinə -3 eləyəcək. Yəni azotun oksidaşma dərəcəsi amonium iyonunda -3-dür. Valentli isə 4 valentlidir. Azot 4 valentli olduğuna görə bu birləşmədə rabitənin əmələ gəlməsində 4 rabitə və 8 elektron iştirak eləyir. Və hətta demişdik bu birləşmədə bircə dənə həm CO-da bir dənədir, həm H3O-da bir dənədir, həm NH4 müsbətdə bircə dənə donor akseptor rabitə var. Donor akseptor rabitə 10 idi. Azotdan, donordan akseptora doğru yönəlirdi. CO-da oksigen idi donor akseptor rabitəsi. H3O-da da oksigen idi, NH4-də azotdur. Bu birləşmədə donor akseptor mexanizmi üzrə əmələ gələn rabitə neçə faizdir? 4 rabitə var, biri donor akseptor mexanizmi üzrədir. Yəni 1/4-ü neçə faizidir? 25 faizi donor akseptor mexanizmi üzrə yaranıb, yerdə qalan 3 isə mübadilə mexanizmi üzrə, daha doğrusu 3/4, yəni 75 faizi isə mübadilə mexanizmi üzrə yaranır. Sonra bax biz bunu belə yazmışdıq ki, burada rabitə var da, bu rabitənin yaranmasına 1 elektron azot qoyub, 1 elektronu bu qoyub. Buradakı rabitədə birim bu qoyub, birim bu qoyub. Buradakı rabitədə birim bu qoyub, birim bu qoyub. Amma donor akseptor mexanizmi olanda donor elektron cütü qoyur, akseptor isə boş yuvasını ortalığa qoyur. Yəni donor atomun əmələ gəlməsində 5 elektron iştirak edirdi. Akseptor atomun əmələ gəlməsində isə 3 elektron iştirak edirdi. Amoniumun duzlarında, məsələn, NH4 2 dəfə SO4 mü yazaq, 3 dəfə PO4 mü yazaq, fərqi yoxdur, lap qoy onu da yazaq. NH4, 3 dəfə PO4 və yaxud NH4, NO3 yazaq, xlor yazaq, fərqi yoxdur da. Desə ki, burada donor akseptor mexanizmi üzrə cəmi neçə rabitə var? Bir dənə NH4-də, bir dənə donor akseptor mexanizmi üzrə əmələ gələn rabitə var. Bu birləşmədə 2 dənə NH4 var axı. Bu birləşmədə donor akseptor mexanizmi üzrə yaranan rabitə 2 dənədir. Burada 3 dənədir. Burada 1 dənədir. Yəni amoniumun duzlarında donor akseptor mexanizmi üzrə yaranan rabitə amonium iyonunun sayına bərabər olur. Desə ki, burada donor atomun əmələ gəlməsində neçə elektron iştirak edir? Donor azot idi da. Azotda 5 elektron var idi. Azotda 5 idi. 5/2 bu birləşmədə donor atomun əmələ gəlməsində 10 elektron var. Akseptor atomun əmələ gəlməsində akseptorda 3 dənədir. 3/2 6 elektron iştirak eləyir. Bunları əzbər bilməlisiniz. Sonra deyilmişdik ki, digər duzlarda oksigenlərdən danışırıq. Ümumi rabitənin sayı oksigenin sayının 2 misli ilə idi. İyon rabitəsinin sayını tapmaq üçün metalın sayını metalın valentliyinə vururuq. İyon rabitəsinin sayı 2, NH4 həmişə 1 valentlidir və yükü müsbətə bərabərdir. Burada 2 dənə iyon rabitəsi var. Cəmi neçə rabitə var? Oksigenin 2 misli demirik. O vaxt keçmişdik. Azot burada 4 valentlidir. 4 valentli isə 4 rabitəsi var. Müxtəlif qeyri-metal atom arasında polyardır. 4/2 8 üstə gəl.
Oksigen ikimisindən 8-dən bu amoniumun sayını çıxırıq. 2-ni çıxanda 6. Burada cəmi 14 rabitə var. Və yaxud NH4 14 polyar kovalent rabitə var. Yəni NH4 3 dəfə PO4. Onda polyar kovalent rabitə var. Burada neçə rabitə var? N ilə H arasında 4 rabitə var. 3'ə vuranda 4 vur 3 12 rabitə. Oksigen sayını ikimizli 8-dən iyonun sayını çıxırıq. 3'ü çıxanda 5'dən də burada kovalent var. Cəmi 17 kovalent rabitə var. Amoniumun duzlarında hamısında azot 4 valentlidir. Amma oksidaşma dərəcəsi -3'ə bərabərdir. Amoniumun duzlarını necə almaq olar? Amonium duzlarını almaq üçün bax, amonium duzu necə alarıq? Amoniak gərək turşu ilə reaksiya girsin ki, alınsın amoniumun duzu. Amoniak qələvi xassəlidir. Ona görə də qələvi ilə reaksiya girmir. Amma qələvi xassəli olduğuna görə turşu ilə girəndə amonium duzu alınır. Buradan bura gələndə nə dəyişir? Birincisi deyək ki, azotun valentliyi 3 valentlidir, gəldi 4 valentliyə. Azotun valentliyi dəyişir. Donor-akseptor mexanizmi üzrə rabitə yoxdur. Amma bunda donor-akseptor mexanizmi üzrə bir dənə rabitə var. Yəni donor-akseptor hesabına rabitə yarandı. Amma azotla hidrogen yanaşı gələndə burada da azot -3'dür. Orada da azot oksidaşma dərəcə -3'dür. Hidrogen valentliyi hər ikisində 1 valentlidir və oksidaşma dərəcəsi müsbət 1'ə bərabərdir. Yəni amoniumun duzlarını almaq üçün amoniak yalnız turşularla girməli. Deyək ki, sulfat turşuna reaksiya girəndə amoniak sulfatla girdiyinə görə sulfat soğuducu higroskopik maddədir. Amoniakı onda qurutmaq olmaz. Reaksiya girəni qurutmaq olmaz. Amoniak istənilən turşu ilə girəndə NH4'ün duzuna çevrilir. 1 mol amoniakdırsa hidrogenin 1'i NH4'ə çevrilir. HSO4. Yox, 2 mol amoniak olsa bunun x'i çevrilir. NH4 2 dəfə SO4. Bu şəkildə alınır. Sonra keçmişdik ki, məsələn, amonium hidrosulfat turş duzu. Üzərinə amoniak gəlsə nə alınar? Hidrogeni qoparıb bunu artırmaq lazımdır. Alınar NH4'dən bir dənə də olacaq 2 dənə və SO4. Amma bunun üzərinə H2SO4 gəlmək olmaz. Çünki turşuluğunu artırmaq istəyirəmsə NH4'ün artığı yoxdur ki, mən kəsim verim. Amma məsələn götürüb amonium sulfatın üzərinə amoniak gəlmək olmaz. Hidrogeni yoxdur, kəsim amoniakını artırım. Amma bunun üzərinə içindəki turşudan gələ bilərik. Bu zaman turşu gəldimsə bunu turşulaşdırır. Bu hissəsindən kəs hidrogenə verin. NH4, HSO4 əmələ gələr. Amoniumun bütün duzları suda yaxşı həll olan maddələrdir. Amonium duzları parçalananda nə alınır? Yəni, bəziləri parçalananda amoniak qazı və su əmələ gələ bilər. Amma hamısında yox. Bax, amoniumun duzudur da. Amonium xlorid, amonium karbonat, amonium hidrokarbonat, amonium nitrit, amonium nitratın parçalanmasına baxaq. Amonium xlorid parçalananda alınır NH3 və H-xlor. Həmçinin bunlar da birləşib bunu yarada bilər. Amoniakla turşu girəndə NH4 xlor əmələ gəlir. Bu parçalananda alınır NH3, üstəgəl CO2, üstəgəl H2O. Həmçinin bunlar da birləşib bunu yarada bilər. Amma bir də sizə bir şey deyim. 2 dənə daxı burada, bura 2 yazacağım. Həmçinin bu da bunlarla birləşəndə, bu H2CO3'dür. Amoniakla H2CO3 birləşəndə amonium karbonat duzu yaranır. Bu parçalananda amoniak, karbon qazı və su. Bu parçalananda amoniak, bir dənə daha 1 mol amoniak, H2O və karbon qazı əmələ gələr. Bəzi uşaqlarda belə təəssürat yaranır ki, hə də amoniumun duzudur, parçalananda amoniak əmələ gəlir. Bunlarda əmələ gəldi, bunda əmələ gəlmir axı. Amonium nitrit parçalananda təzə keçdik, alınır N2 qazı və su. Amma amonium nitrat parçalananda N2O üstəgəl su. Yəni amoniumun bütün duzları parçalananda amoniak əmələ gəlirmi? Deyirsiniz, səhvdir. Çünki amonium nitrit və nitratda amoniak əmələ gəlmir. Amonium iyonunu nə ilə təyin edirlər? Təyin edici odur ki, reaksiya girdiyi təyin eləsin. Ya qaz, ya su, ya çöküntü verən iyon olsun. Keçmişdik fluoru
Maqneziumla təyin edirlər. Maqnezium flor 2 yazılır, sarı rəngli çöküntüdür. Xloru, bromu, yodu arginium və plümiumla təyin edirlər. Arginium xlorid ağ rəngli çöküntüdür. Arginium bromid sarımtıl, arginium yod sarı rəngli çöküntüdür. SO4-ü bariumun həll olan duzları ilə təyin edirlər. Yəni BaSO4 alınır da, barium sulfat belə deyək. Yəni SO4-ü bariumun həll olan duzudur. Məsələn, barium nitratla, barium xloridlə təyin edə bilərik. İndi də amonium keçirik. Amonium ionunu nə ilə təyin eləmək olar? Bu heç nə ilə çöküntü verməz. Amoniumumuz çöküntü deyil. Amma qaz verdiyi reaksiyalar var. Amoniumu qələvilərlə təyin edirlər. Qələvi aktiv metal hidroksididir. Niyə görə? Məsələn, amoniumun dozu istənilən bir qələvi ilə girsə, baxın nə alınacaq? Orta bir birləşir. NH4OH olduğu kimi qalmır naşatır spirti. Həmin dəqiqə NH3 və suya parçalanır. Amoniak və su əmələ gələr. Yəni, reaksiya getdiyini təyin elədim amoniumun duzu ilə. Əzbər bilinən testlərdə veriləndə ki, məsələn, hər hansı bir duzun qələvi məhlulu ilə reaksiyası deyirsən, duz nə ola bilər? Duz ola bilər ya metal atomu turşu qalığı, ya da ola bilər ki, NH4-ün hansısa bir turşu qalığı ilə birləşməsi. Duz bu deməli, ya metal atomu turşu qalığı, ya da bu. Məsələn, mənə deyir ki, qələvi ilə reaksiya girəndə, məsələn, deyir, qaz alınır. Deyirəm ki, mən metal yazsam, metalla OH birləşəndə metallı birləşmə qaz deyil. Kaliumla turşu qalığı birləşsə, yenə metallı birləşmə qaz deyil. Söhbət metalın duzundan getmir demək ki. İndi buna baxaq. Amoniumun duzu desə, kaliumla turşu qalığı birləşsə qaz deyil. NH4 ilə OH birləşsə NH3 və su alınır ki, hə, qaz alınır. Deməli, hansı duzlardır ki, qələvlərlə girəndə qaz alınır? Amonium duzları qələvlərlə girəndə qazlar əmələ gəlir. Amonium duzlarının parçalanmasında kütlənin dəyişməsinə baxaq. Bax, amonium duzudur, NH4 xlordur. Parçalanır, alınır bayaq dediyi NH3 və H xlor. Bu da qazı, bu da. Nə bilim, amonium nitrat parçalananda N2O şəlləndirici qaz və su alınır. Fikir verin, bütün amonium duzları parçalananda qabda bərk maddə qalmır, maye qaz. Yəni, amonium duzlarının parçalanmasında bərk maddənin kütləsinin zamandan asılı qrafiki necə dəyişir? Bərk maddənin kütləsi tamamilə sıfıra enmə baş verir. Yadda qaldı uşaqlar? Sablarım. Hazırım var. Saat neçədədir ki? Hələ gözdə də bizim vaxtımızda haqqımıza niyə girirsən? Gözlə. Bu amoniak azotun oksidləri haqqında dedik. Nitrat turşusu haqqında keçmişik. Amma yenə qısaca üstündən keçək ki, bilək. Nitrat turşusu, bir 10 dəqiqədə səbir olun. Nitrat turşusu duru və qatalı olur. Azotun oksidaşma dərəcəsi müsbət 5-dir. Bir əsaslı turşudur. Ona görə də bir mərhələdə dissosiasiya edir. H müsbət və NO3 mənfi alınır. Nitrat turşunun dediyi nə özü, nə duzları heç biri çöküntü deyil. Bir əsaslı turşu olduğuna görə heç vaxt turş duz əmələ gətirə bilməz. Yalnız normal duz əmələ gətirir. Özü sarı rəngli maddədir. Nitrat turşunu nədən alırlar? Amoniakdan alırlar NO-nu. Necə ki, sulfat turşunda yazırdığı Ferim-2-dən SO2, SO3, H2SO4. NO-dan alırlar NO2-ni. NO2-dən alırlar HNO3-ü. Necə alırlar? Ola bilər burada azot verilsin. Deyəcəm, azotdan amoniakı necə alarıq? Azotun üstünə hidrogen gəlməklə amoniak qazı alınır. Amoniak qazını yandırsam, temperaturda yandırsam azot və su alınır. Amma katalizatorda yandırsaq, NO və su əmələ gələr. NO-dan bunu necə alarıq? NO üzərinə oksigen gəlməklə NO2 alınır. NO2-dən bu necə alınır? NO2 üzərinə mən su gəlsəm, adidə HNO3 və HNO2, qızdırılanda HNO3 və NO alınır. Amma mən istəyirəm ki, bir dənə HNO3 alınsın, başqa heç nə alınmasın. Bu zaman üzərinə oksigen də gəlir. Bayaq dediyimi ki, NO2 ilə su ilə N2O5 deməkdir. N2O5 də su ilə girəndə HNO3 alınır. Nitrat turşusu özü də günəş işığının təsiri altında parçalanır. Elə buna əmələ gətirir. Qonur rəngli zəhərli qaz, oksigen qazı və su əmələ gəlir. Bayaq nitrat turşunun duzları haqqında deyildi. İndi kimyəvi xassələr haqqında bu alınması idi. Kimyəvi xassə nədir? Nə ilə reaksiya girirlər? Birincisi onu bilək ki, qızıl və platin heç nə ilə reaksiya girmir. Yalnız çar arağında həll olur. Çar araq xlorid turşusu, H-xlor və nitrat turşusu, yəni HNO3-dən ibarətdir. Amma yerdə qalan bütün metallar, aktiv, orta aktiv və passivlər duru nitratla da girir, qatı nitratla da.
O vaxt qaydanı yazmışdım. Bax, aktiv, orta aktiv və pasiv metallar. Bir də bunlarda heç vaxt hidrogen alınmır. Demişdi ki, duru nitratla girəndə, aktiv metal duru ilə girəndə N2 qazı, duzla su hökmən öz yerində hamısında alınır. Aktiv qatı ilə girəndə N2O, orta aktiv duru ilə girəndə N2O, qatı ilə NO, pasiv duru ilə NO, qatı ilə NO2 alınır. Qatı ilə NO2. Dediyimizi yazaq. İstənilən bir aktiv metal duru nitratla girəndə alınır duz, natrium NO3, hökmən su, hökmən nitratda su alınır. Əgər durudursa N2 alınar, qatıdsa bu yox, üstündən yazıram, N2O alınır. Orta aktivə baxaq. Dəmir duru nitratla da reaksiyasını yazaq, qatı nitratla da. Dəmiri demişdik ki, duru sulfatla girəndə 2 valentli duzu, qatı sulfatla girəndə dəmir 3 valentli duzu alınır. Bu dəmir haqqındaydı. Duru sulfatla 2, qatı sulfatla 3, amma duru nitratla da 3 valentli duzu alınır. Dəmir NO3 3 dəfə, qatı nitratla da 3 valentli duzu alınır. Su öz yerində hökmən. Əgər orta aktivdir, duru ilə giribsə N2O, yox, qatı ilə girsə NO əmələ gələcək. Pasiv metaldır. Mis duru nitratla girəndə duru ilə alınır duz, yenə bildiyimiz kimi öz qaydasında, üstə gəl su və duru ilə girəndə pasivlər NO əmələ gətirir. Qatı olanda NO yox, NO2 əmələ gətirir. Bəzi metal, bir də ona deyim ki, o keçən dəfə keçmişdik sulfatda. Dəmir, alüminium, xrom, nikel. Bu metallar adi şəraitdə nə qatı sulfatla, nə qatı nitratla reaksiya girmirlər. Belə girirlər qızdırılanda. Amma adi şəraitdə bu 4 metal qatılarla, aynı qatı sulfatla və qatı nitrat turşusu ilə reaksiya girmirlər. Məsələn, bəzi metal var ki, deyək ki, yazmışam sink olsun. Orta aktiv metaldır. Təbii ki, duru ilə girəndə sink NO3 2 dəfə, orta aktiv duru ilə girəndə N2O alınır, elə deyil. Baxıram ki, alınır NO. Məsələn, NO alınır, N2O, üstə gəl su. Deyirəm ki, bu durudur da. Orta aktiv duru ilə girib ki, N2O alınır. Ola bilər N2O alınmaz. Məsələn, N2 alınır. Ola bilər N2-də alınmaz. NH3 alınır, NH4, NO3 alınır. Fərqi yoxdur. Üçündə də turşu durudur. Təbii ki, qatı olsa NO alınır. Amma turşu hansında daha çox durudur? Oksidaşma dərəcəsi çox olanda müsbət 1, 0, bunlarda mənfi 3-dür də. Oksidaşma dərəcəsi çox olanda bu duruluğu az olur. Axı demişdik, oksidaşma dərəcəsi çox olanda qatılığa meyilli olur. Yəni hansı turşu daha çox durudur? Aşağıda azot mənfi 3-dür, 0-dır. Sonra da müsbət 1-ə gəlir. Azotun birləşməli, nitrat turşusunun birləşmələrindən də 3-4 dənəsini deyim. Bax, bunun adı amonium nitrat və ya amonium şorasıdır. Bu şoradır. Bunun adı natrium nitrat və ya çili şorası, əzbərləyirsə. Bunun adı kalsium nitrat və ya Norveç şorası. Bunun adı kalium nitrat və ya Hindistan şorası. Bax, əzbərləyirsiniz. Amonium nitrat, amonium şorası, çili şorası, Norveç şorası, Ç ilə, bu da C ilə başlayır. Belə nəsə yadda saxlayın. Bu da Hindistan şorası. Yadda qaldı uşaqlar. Evə deməli halogenlərdən, indi bu birinci başlığı idi da, səhv eləmirəmsə işləmisiniz, yoxsa ikinci başlığı işləmisiniz? Mən birincini. Hə, indi halogenlərin ikinci başlığını işləyəsiniz. Bir də azot dərsini öyrənmək, azot axıra qədər. Bugün görmədim də, yoxsa vərəqləri verəcəkdim. Hələlik, sağ olun uşaqlar. Sağ olun.